İsə gəlin 20-dən olan tapşırıqlara baxaq. Zəhmət olmasa videonu bəyənməyi unutmayın. Yəni halallıq olsun deyə mən bu qədər əziyyət çəkib sizə izah edirəm. Videonu bəyənin. Bu da mənim zəhmətimin qiyməti, yəni dəyəri olsun. Baxaq 20-cidə görək 1-cidə nə deyir? X kvadratı üstə gəl 6-ya fikir verin. Bu həmişə müsbət olacaq. Çünki x kvadratından mənfi çıxmır. Bunu biz müsbət olaraq qəbul edirik. Digər mötərizələrə baxırıq. Buradan kökləri çıxaracağıq. Hər birini x-a bərabər edib kökləri çıxarırıq. Burada olur x 2. Digərində isə x bərabər olur mənfi 6-ya. Deməli aralığı qoyuruq. Mənfi 6-dan 2-yə. Bəli, bu da aralığı. Mənfi 6-dan sola doğru götürək. Məsələn, mənfi 7. 2-dən mənfi 7 çıxanda müsbət. Mənfi 7-nin üstünə 6 gələndə mənfi. Müsbəti mənfiyə vuranda olur mənfi. Mənfi 6-2 aralığında 0 götürək. 0 götürəndə burada müsbət, yəni 2 qalır. Digərində də müsbət 6 qalır. Müsbəti müsbətə vuranda müsbət. 2-dən sağa doğru 3 götürək. 2-dən 3 çıxanda mənfi qalır. 3-dən 3-ün üstünə 6 gələndə müsbət. Burada da olur aralıq mənfi. Mənfini müsbətə vururuq, mənfi. İndi inteqralda aralığı göstəririk. Bizə lazımdır 0-dan böyük aralıq, yəni mənfi 6, 2. Bu bərabərsizliyin halli mənfi 6-dan 2-yədir. İndi ikinciyə baxaq. İkincidə demişdik axı kvadrat olan funksiyada, yəni ifadədə mənfi çıxmır. Onda burada mötərizə, birinci mötərizə müsbətdir. Digərlərin 0-a bərabər eləyirik. X bərabərdir 7. 8 minus x bərabərdir 0. Və x bərabərdir. Buradan da olur 8. 7 və 8. Aralığı götürürük 7 və 8 deyə. 7-dən sola doğru 0 da götürə bilər. Yəni rahatı 0-dır. Burada mənfi, burada müsbət. Mənfi. 7,5 götürəndə hər iki aralıq müsbət olur. Ona görə də müsbətdir. 9 götürüləndə birinci mötərizə 9 olanda müsbət, ikinci mötərizə mənfi olur mənfi. Bizə 0-dan böyük aralıq deyir. 7 və 8 götürəsiz. 7 və 8. Sonra davam edirik. Yenə üçüncüdə fikir verin. X kvadrat üstə gəl 3 həmişə müsbət olur. Bu həmişə müsbət kimi qəbul edirik. Biz digər mötərizələrə baxırıq. X üstə gəl 5 bərabərdir 0. X bərabərdir mənfi 5. 3 minus x bərabərdir 0. X bərabərdir 3. Deməli, mənfi 5 və 3 aralığı götürəcəyik. Mənfi 5-dən sola doğru mənfi 6 götürə bilərik. Mənfi 6 götürsək, mənfi birinci mötərizə, müsbət ikinci mötərizə mənfi olacaq. Mənfi 5-dən 3 aralığında 0 olur. Hər iki tərəfində müsbət olur. 4 götürəndə birinci mötərizəmiz müsbət, digəri mənfi, cavab mənfi olur. 0-dan kiçik aralıq istədiyinə görə mənfi sonsuzluq 5, birləşmə 3-dən müsbət sonsuzluğa qiymətlər alacaq. İndi isə 21-in deməli 21-ə baxırıq. 21-də yenə fikir verin, bu mötərizədən onsuz da müsbət çıxacaq. Yəni bizim orada işimiz yoxdur. Kub mənfi də ola bilər, müsbət də. İndi bunların hər birini 0-a bərabər götürürük. X bərabərdir 8. X minus 3 0 ola bilər. X bərabərdir 3. 3 və 8 aralığını götürəsiz. 3-dən sola doğru 0 götürək. 0 götürəndə bura mənfi. Bu da mənfi eləyir müsbət. 3 ilə 8 aralığında 4 götürəndə birinci mötərizəmiz mənfi, ikinci mötərizəmiz müsbət olur. Mənfi. Sonra 8-dən yuxarı 9 götürəndə hər iki mötərizəmiz müsbət olur. Və bizdən aralığı istəyir. 0-dan kiçik aralığı və daxil olmalıdır. 3 və 8, amma hər ikisi daxildir. Yəni qapalı mötərizədə. Sonra davam edirik. İkinciyə baxaq. İkincidə x plus 9-dan mütləq və mütləq müsbət ədəd çıxmalıdır. Kvadratdır. Ona görə müsbət çıxacaq. Digər mötərizələrə baxırıq. Bu x mənfi 9-a bərabərdir. Burada x üstə gəl 2 0-dırsa, x bərabərdir mənfi 2. Aralığı götürürük. Mənfi 2-dən mənfi 9 mənfi 2 və baxaq, yoxlayaq. Mənfi 10 qoyanda
Bu mötərizə mənfi, birinci mötərizəmiz mənfi 10 qoyanda mənfi, ikinci mötərizəmiz də mənfi olur, müsbət. Sonra mənfi 8 qoyanda. Bu müsbət, bu da mənfi, mənfi. 0 qoyanda isə hər ikisi müsbət olduğuna görə müsbət. Və aralığı baxırıq. 0-dan kiçik yenə aralıq istəyir. Mənfi 9 və mənfi 2, amma hər ikisi daxil. İndi isə üçüncüyə baxaq. Üçüncüdə yenə eyni qayda ilə, amma burada üçüncüdə sizin fikrinizi aldatmasın. Çünki buradan da müsbət çıxır. Axırıncı mötərizədən də müsbət çıxır. Bu asandır. Bizə lazımdır ki, sadəcə x minus 9 sıfırdan böyük qiymət, yəni müsbət qiymət almalıdır. Onda 3 də müsbət olmalıdır ki, müsbət çıxsın. Bu sıfırdan böyük bərabər, yəni 9-dan böyük bərabər qiymət almalıdır. 9-dan müsbət sonsuzluğa. Belə. İndi isə keçirik 22-yə. 22-də baxaq. Kvadratdan demişik həmişə müsbət çıxır. Bu kvadratlar hər ikisində müsbət olaraq baxacağıq. Bir dəqiqə, bu 1, 3 niyə? Yəqin ki, o tərəfdədir. İndi bir-bir baxarıq, eyb yox. Hələ ki, birinciyə baxaq. Biz dedik ki, müsbətdir birinci mötərizə. Onda ikinci mötərizəni biz x minus 4x-ı sıfırdan kiçik qiymət almalıdır deyə, birinci mötərizəmizdən mütləq müsbət çıxırsa, bu mənfi olmalıdır. Yəni, sıfırdan kiçik qiyməti burada almalıdır. Onda x minus 4 bərabərdir 0. x1 qiyməti 0-dır, bir qiyməti 4. Aralığı qoyaq 0, 4. Sıfırdan sola doğru mənfi 1 götürəndə mənfi 1-in kvadratı 1. Üstünə də 4 gəlir, müsbət olur. 0-dan 4 arasında 2 götürəndə 4-dən çıxacaq 8 mənfi olur. 5 götürəndə 25-dən 20 müsbət. Bizə hansı aralıq lazım idi? 0-dan kiçik. Onda burada olacaq 0 və 4, amma hər ikisi qapalı mötərizədə. Sonra ikinciyə baxaq. İkincidə necə olacaq? İkincidə yenə birinci mötərizə müsbətdir. Digər mötərizəni 0-a bərabər götürürük. Bir dəfə x alır 0, bir dəfə də alır 3. İndi aralıq götürək 0, 3. 0-dan sola doğru mənfi 1 götürəndə mənfi 1-in kvadratı 1, üstünə də 3 gəlir, 4 müsbət. Sonra 0-dan 3 arasında 1 götürəndə 1-dən çıxacaq 3-ün mənfi. 4 götürəndə 4-ün kvadratı 16, 16-dan da 12 çıxanda müsbət. Bizə yenə 0-dan kiçik aralıq istəyir. Burada 0, 3, hər ikisi daxil. Sonra yəni qapalı mötərizədə. Sonra davam edək. Üçüncüyə baxaq. Üçüncüdə birinci mötərizəmiz müsbətdir, çünki kvadratdır. İkinci mötərizəmizi 0-a bərabər götürəndə x bir dəfə 0, 2 minus x, x da bərabərdir 2 olacaq. Və bu aralığı qoyuruq 0 və 2 aralığın. 0-dan sola doğru mənfi 1 götürəndə 2 mənfi 2 olur. Mənfi 2 çıxılsın 1 olacaq mənfi. 1 götürəndə 2-dən 1 çıxanda müsbət. 3 götürəndə 2, 3-ün 6, 9 çıxanda mənfi. Bizdən isə amma istəyir ki, 0-dan böyük qiymət alan aralığı. Onda 0 və 2 hər ikisi daxil. Yəni qapalı mötərizə. Davam edirik. Burada dördüncüdə nə deyir? Dördüncüdə deyir ki, bax burada da mütləq birinci mötərizəmiz 0 müsbətdir. İkinci mötərizəyə baxırıq. Burada da müsbət olması üçün ikinci mötərizəmiz də müsbət olmalıdır. X bərabərdir 0, x bərabərdir 4. 0, 4 aralığını götürək. Deməli, 0-dan sola mənfi 1 götürəndə mənfi 4 mənfi olur. 1 götürəndə 4-dən çıxacaq 1-in müsbət olacaq. 5 götürəndə 20-dən 25 çıxanda mənfi olacaq. Aralığı götürürük. Deməli, 0-dan böyük aralıq istəyir. 0, 4, amma hər ikisi daxil. 0, 4 aralığında. Sonra davam edək 23-də. 23-də eynən digəri kimidir. Kvadrat olan funksiya mötərizələri müsbət götürürük. Burada x bərabərdir 0, 0-a bərabərliyində və x bərabərdir 3. 0, 3 aralığını götürək. 0, 3 aralığında mənfi 1 qoyanda mənfi 3, mənfi 1, mənfi olur. 1 qoyanda 3-dən 1 çıxanda müsbət olur. 4 qoyanda 12-dən 16 çıxanda mənfi olur.
Bizdən isə müsbət aralığı istəyir 0-3, amma heç biri daxil deyil. Çünki yalnız böyükdür, böyük bərabərdir deyil. Sonra davam edirik. Burada da birinci mötərizəmiz müsbət olur. Digər mötərizənin də müsbət olan qiyməti x0 və 6 aralığında yoxlayacağıq. 0 və 6 mənfi 1 qoyanda mənfi eləyir. 1 qoyanda 6-dan 1 çıxanda müsbət eləyir. 7 qoyanda 42-dən 49 çıxanda mənfi edəcək. Və burada 0-dan böyük aralıq istədiyinə görə 0, 6. İndi isə davam edirik. Davam edək, görək. Sonra nə tapırıq? Deməli, 3-də müsbət olacaq bu mötərizədən. 9x minus x kvadratın 0-a bərabər eləyəndə x0, 9. Bunu bəlkə də bəziləriniz başa düşmürsünüz mən necə yazıram. Mən ilk misal, bir dəfə misalın birində yazmışam deyə fikrimdə tutdum, bəlkə də anlayırsınız. Belə daha aydın şəkildə yazsam. X bərabərdir 0, 9 minus x bərabərdir 0-dan x bərabərdir 9. Buradan gəlir 0 və 9. 0 və 9, 0-dan sola doğru mənfi 1 olanda mənfi 1-i qoysaq yerinə bu ifadədə mənfi 1-i 9 olur mənfi 9, mənfidən də mənfi çıxanda mənfi. 0-dan 9 aralığında 1 qoysaq 9-u 1-ə vurub 1 çıxanda nə olur? Müsbət. Deməli, bura müsbətdir. Sonra 9x minus x kvadratında 10 qoysaq 9 vurulsun 10 çıxılsın x kvadratı bizə verəcək. X kvadratı deyəndə ki 10'un kvadratı da. 10'un kvadratı 10 qoymuşduq yerinə. 90'dan 100 çıxanda mənfi 10. Burada da mənfi aralıqdadır. Bizdən nə istəyir? 0-dan böyük aralığı 0 və 9'da alır. Sonra 4-cüdə uşaqlar. Yenə birinci mötərizəmiz müsbət çıxır. Bizim işimiz bu mötərizə iləndir. Burada bərabərdir 0 qoyuruq. 5 minus x bərabərdir 0. X bərabərdir 0. 5 minus x bərabərdir 0. X bərabərdir 5. İndi aralığı götürürük 0 və 5. 0-dan sola mənfi 1 qoyanda yerinə 5 vurulsun. Mənfi 1 çıxılsın. Mənfi 1'in kvadratı usta burada 1'dir. Bərabərdir. 5 mənfi 1 mənfi olur 6. Mənfi 6. Qiymət yəni mənfi alır. Sonra 0 ilə 5 arasında 1'i qoyaq yoxlayaq. 5 vurulsun 1. Çıxılsın 1'in kvadratı usta 1'dir. 5'dən 1 çıxanda 4 müsbət alınır. Sonra 5'i vuracağıq. 5'dən sağa doğru 6'ya vuraq 5'i. 5 vurulsun 6 çıxılsın 6'nın kvadratı. 30'dan 36 çıxanda mənfi 6. Burada da mənfi qiymət alır. Və bizdən, baxın, fikir verin, burada bizdən müsbət aralığı istəyir, eləmi? Müsbət aralıq 0,5'də alacaq. 0,5'də müsbət aralığı alır.